Aynen, sen ne kadar maaş alırsan? 500 manat. 500 manat sen alırsan. Dayan. Bunu ben hesaplayacağım, başım partlayır. Atam ne kadar maaş alır? Bilmirəm. Neçə ildir arvadsız, ailəsiz, bilmirsən ərin nə qədər maaş alır? Ay oğul. Ha. Qadın ərinin maaşını bilməz. Bunu qulağına sırğı elə as. Arvadına da deyərsən. Hə, yaxşı, gözlə görüm. Ay ata. Ata. Nada? Ata, sənə bir sual verim. Sən canı nə qədər maaş alırsan? Arvat mən nə qədər maaş alıram? 1500 manat. Ben oldu, sen bayaqdan deyirdin, bilmirəm aton nə qədər maaş alır. İndi nə tər bildin? Maman üzrə qaçsana. Hə, bir də gəl orada. Altdan girdi ağzıma ya. Başqa vaxt deyirsən, bilmirəm. Boy. Maman üzrə qaçsana. Yox, həyata, yox, qayıdıb eləmirəm. Yox. Elə bilmək istəyirdim ki, görüm nə qədər maaş alırsan sən. Ay oğul. Hə. Kişi arvadından maaşı gizlətməz. Bunu da o biri qulağından sırğı elə as. Paradoks yaşadırsın mənə. Oturduğum yerdə qulağımdan 2 dənə sırğı astınız da. İki kişinin bildiği sır değildi. Bu da sağ komplekt. Daha elə də tanışmışam, bir dənə mənə ərə ver, söhbəti bağla da.